Mən Fariz Bağışlı Baş Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin tələbəsi olmuşam. Kod Mintində süni zəka əsaslı Python kursunu tədris edəcəm. Yaxşı, nədir bu süni zəka əsaslı Python kursu? İlk olaraq Python əsaslarından başlayırıq, ondan sonra kitabxanaları, verilənlərin analizi və machine learning-ə qədər gedirik. Adı üstündə süni zəka əsaslı, yəni daha çox süni zəka istiqamətində yönəlmək istəyənlərə daha uyğundur. Təbii ki, sıfırdan öyrənib öz biliklərini inkişaf etdirmək istəyənlərə də fərqi yoxdur. Amma əsas məqsədimiz süni zəka əsaslı Python-u öyrətməkdir. Artıq Python-u necə yükləmək, Visual Studio və ya PyCharm-ı necə yükləmək lazımdır, onları deməyəcəm. Onlar sadə şeylərdir, hər kəsin bildiyi, rahatca etdiyi əməliyyatlardır. İlk olaraq başlayaq, Python nədir? Əslində bir çoxumuzun bildiyi şeylərdir. Yəni Guido van Rossum tərəfindən yaradılmışdır. Sadə, oxunaqlı və güclü proqramlaşdırma dilidir. Burada bir şeyi vurğulayım ki, sadə hissəsində. Yəni hər kəs deyir Python sadədir. İlk ondan başlayaq. İlk olaraq onu deyim ki, Python niyə sadədir? Və ya nəyə görə sadədir? Python digər proqramlaşdırma dillərinə nəzərən sadədir. Yəni sıfırdan biri Python öyrənmək istəyirsə, təbii ki də çətinlik çəkəcək, təbii ki də yorulacaq, problem çıxacaq qarşısına. Bunu bu cür vurğulamış olam. Yaxşı, harda istifadə edilir? Dediyimiz kimi, kursun əsas mənası süni zəka və maşın öyrənilməsində. Yəni 2015-ci ilə qədər Python sadə bir proqramlaşdırma dili idi. Ondan sonra verilənlərin analizində, sonra isə 2020-ci ildə artıq süni zəkada geniş istifadə edilir. Yəni süni zəkanın təsdiqlədiyi ilk proqramlaşdırma dili, ən çox istifadə etdiyi proqramlaşdırma dili Pythondur. Ondan sonra web proqramlaşdırmada data analitika, data science, avtomatlaşdırma, oyun yaratma, sərt sistemlər və IoT. Burada da bir şey də deyim, sərt sistemlər və IoT nədir? Robotlar, ağıllı ev sistemləri falan yaratmaq üçündür. Yaxşı, niyə Python? Dediyimiz kimi, digər proqramlaşdırma dillərinə nəzərən sadə və oxunaqlıdır, çoxyönlüdür, böyük icma və resurslara malikdir, çoxlu kitabxanaya malikdir, iş bazarı və maaş. Yəni həqiqətən Python proqramçılarına tələbat çox yüksəkdir. Sadəcə Azərbaycanda deyil, eləcə də ABŞ-da, Avropada Python proqramçılarının illik maaşı, yəni $80.000 yüksəkdir. Təbii ki də bu Avropadadır. Bizdə biraz yenə də digər proqramlaşdırma dilləri olsun, digər sahələr olsun, maaşlar hər zaman orta səviyyədədir. Və platformadan asılı olmaması. Yəni həm Windows-da, həm Mac-da, həm Linux-da rahatca işlədə biləcəyimiz bir proqramlaşdırma dilidir. Mən kod yazmağa başlayarkən Visual Studio-dan istifadə edəcəm. Siz istəsəz PyCharm-ı da yükləyə bilərsiniz, fərqi yoxdur. Python-un yüklənməsidir, Visual Studio Code'un yüklənməsidir, PyCharm-ın yüklənməsidir. Bunları deməyəcəm. Bunlar sadə əməliyyatlardır. Yəni hamınız çox rahat yerinə yetirə bilərsiniz. Burada sadəcə Visual Studio işlədənlər üçün deyirəm. Extension bölməsinə gəlib burada Python-u yükləmək lazımdır. Yəni Python-u budur. Bax, bunu install eləmək lazımdır. Niyə? Biz kod yazdıqdan sonra ekrana çıxartmalıyıq axı. Onun üçün bax buradakı Run Python fayl bizə lazımdır. Daha rahat, daha səmərəli işləmək üçün Run Python faylı lazımdır. Bu Run Python faylının bu 3 bucaq içərisindən buraya gəlib düşmək üçün biz burada Extension bölməsindən Python-u yükləməliyik, install eləməliyik. Bunu da dedik. Burada sadəcə bir də bir şey deyim. Yeni fayl açmaq üçün burada New Text fayldan da istifadə edə bilərik. Və ya gəlib klaviaturada Ctrl-N də basıb yeni bir fayl yarada bilərik. Ad da verə bilərsiniz. Ad verdikdə fikir verin mənim kodlarıma. Hamısının sonunda PY uzantısı var. Yəni kodun işləməsi üçün o PY uzantısı lazımdır. İndi sıfırdan başlayırıq printdən. Print nədir? Siz əvvəlcə printi qısa şəkildə bilin. Yəni geniş dərs, qabaqda geniş dərslərimiz olacaq. Yəni printi daha yaxşı izah edəcəyimiz vaxtlar olacaq. Siz sadəcə printi necə olacaq bilin. Yazdığımız kodu ekrana çıxarmaq üçün istifadə etdiyimiz bir funksiya. Məsələn, çox sadə bir sətirdən ibarət. Hello code. Sadəcə bir sətirdən ibarət bir koddur. Ekrana çıxartmaq üçün printdən istifadə etdim. Aşağıdakı nəticəni də görürük.
Yaxşı, indi deyə bilərsiniz ki, niyə dırnaq içərisində? Biz yenə gələcəkdəki dərslərimizdə data types-ə, yəni məlumatın tiplərini keçəcəyik. Orada string tipi olacaq. String tipindəki bütün string tipi deyəndə yəni mətin tipi. Oradakılar hamısı dırnaq içərisində yazılmalıdır. Yəni dediyim kimi bunların hamısını gələcək dərslərdə daha geniş başa düşəcəksiniz. Heç problem yoxdur. Yəni narahat olmağınıza səbəb də yoxdur. CS deyib terminalı təmizlədik. Yaxşı, məsələn, siz deyə bilərsiniz ki, məsələn, print hello codement yazdıqda ekrana nə çıxdı? Bir sətirdə hello codement. Elə deyilmi? Siz deyə bilərsiniz ki, məsələn, hello birinci sətirdə, codement ikinci sətirdə olsun. Yəni bir printdən istifadə edək. Hello birinci sətirdə, codement ikinci sətirdə. Bu zaman nə edirik? Bu zaman gəlirik buraya backslash n qoyuruq. Bax, backslash n qoyduqda işə salırıq kodu. Fikir verin, hello birinci sətirdə, codement ikinci sətirdə. Yəni ikinci bir print bizə ehtiyac yoxdur artıq. Bir dənə backslash n-in köməyi ilə hər birinin ayrı-ayrı sətirdə yazılır. Məsələn, backslash n-dən sonra bir dənə də boşluq qoysaq, fikir verin. Codement sözü başlandığı sətirdən məsafəli yazılacaq. Aha. Sonra nə deyə bilərsiniz? Aha, sonra izah edəcəyimiz şey şərhlərdir. Şərhlər nədir? Yazdığımız kodu izah etmək üçün və ya başqalarının və ya bir müddət sonra özümüzün koda baxdıqda nə yazdığımızı başa düşməyimiz üçün, anlamağımız üçün bir ifadədir. Və şərhlər kodu ekrana çıxdıqda ekrana çıxmır. Məsələn, çox sadə, yenə eyni kodu yazıram. Print hello codement. Məsələn, mən buradan gəlirəm, bax, şərhlər DS işarəsi ilə yazılır. Məsələn, yazıram ki, bu ekrana hello codement çıxardacaq. Ekrana hello codement çıxardacaq. Yəni, mən kodun izahını vermiş oluram rəsmən. Və kodu işə saldıqda ekrana sadəcə hello codement çıxır. Yəni, yuxarıdakı ifadə çıxmır. Şərhlər ekrana çıxmır. Kodu ekrana çıxardırıq, amma o şərhlər sadəcə bizim xatırlamağımız üçün, bilməyimiz üçün, nəyisə anlamağımız üçün bir ifadədir. Sonra, şərhlər dediyimiz kimi, əgər tək sətirdə bir şərh olacaqsa, bu DS-lə yazılır. Yox, siz deyə bilərsiniz ki, məsələn, 3-4 sətirdən ibarət bir şərh yazacaq. O zaman 3 dırnaqdan istifadə edirik. 3 dırnaq qoyuruq. Məsələn, Python is nice. Məsələn, 2 sətirdən ibarət, yaxşı, bunu da 3-cü sətirdə yazıram. 3 sətirdən ibarət bir şərhdir. Python buna icazə verir, hansı halda 3 dırnaqdan ibarət, 3 dırnaqdan istifadə etdiyimiz halda. Baxın, ekrana yenə çıxmadı. Amma məsələn, siz 3 sətirli bir kodu, daha doğrusu şərhi DS-dən yaza bilməzsiniz. Yəni, burada məsələn, DS qoyub, fikir verin. Fikir verin, o bir DS sadəcə Pythona aid oldu. Siz əgər izi də şərh kimi göstərmək istəyirsinizsə, onun da əvvəlində bir DS, nice-in də əvvəlində bir DS, bu şəkildə, yəni hər bir sətrə bir DS. Və yox desəz ki, nəsə deyim, hamısı bir yerdə olsun, o zaman 3 dırnaqdan istifadə edirsiniz. Şərhləri də qısa şəkildə bildirdik. Yəni, çox da şərhlərdə öyrənəcək bir şey yoxdur. Bu dərslik bu qədər. Bugün print və şərhləri öyrəndik. Sabahki dərsdən, yəni ikinci dərsdən daha doğrusu, dəyişənin adları və çoxsözlü dəyişən adlarını öyrənəcəyik. O da düşünürəm ki, bir videoda izah eləyərəm, olmasa da 2 videoda tamamlayarıq onu da. Bu ümumən neçə dərs olacaq desəz, Python-ın əsasları hardasa 50 dərs civarı olmalıdır. Sağ olun, digər dərsdə görüşərik.